Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdatan min lisani yefqahu qawli. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, İlk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rabbimizdən haqq təqvası ilə qorxmağı nəsih edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Allah Subhanahu wa Ta'ala'dan qorxmaq, Rəbbimizin üzərimizdə olan əmrlərini yerinə yetirmək və nəyi ki bizlərə qadağan edibsə və nədən ki çəkinməyi əmr edibsə o şeylərdən uzaq durmaqla bu sifətə nail olmaq olar. Və əziz müsəlmanlar, cənnəti qazanmaq üçün ən böyük və ən başlıca səbəblərdən deyərdim ki, birincisi təqva sifətini qazanmaqdır. Və üzərimizə, qarşımıza elə bir gözəl ay gəlir ki, Allah Subhanahu wa Ta'ala bu ayı təqva ayı adlandırır. Allahdan qorxanlar üçün. Ramazan ayı gəlir. Mübarək, gözəl bir Ramazan gəlir. Ramazanın özünün gəlməsi sevincdir bir müsəlman üçün. Çünki müsəlman bir kimsə bilir ki, bu ay mübarək bir aydır. Bu ayın əvvəli, necə ki Allah Rasulü s.ə.v buyurduğu kimi, rəhmətdir. Allahın rəhmətini, 10 günü Allahın rəhmətini qazanmaqdır. Ondan sonra Allah Rasulü s.ə.v buyurur ki, orta 10 günü nədir? Bağışlanmaqdır. Allah Subhanahu bağışlanmağını, rəhmətini, mərhəmətini qazanmaqdır. Son 10 gün isə Allah Taala'nın xəlq etdiyi o cəhənnəm odundan nədir? Qurtulmaqdır. Və sələflər Ramazan üçün hazırlaşardılar. Ramazana tədbir görərdilər. Hazırlaşardılar o demək deyildir ki, paltar alardılar təzə və yaxud da saçlarını düzəldərdilər və s. kimi. Bu öz yerində. Lakin hazırlaşardılar nə ilə? Bu aya girəndə tövbə ilə girərdilər. Bu aya hazırlaşardılar nə etmək üçün? Quranı daha çox oxumaq üçün. Bu aya hazırlaşardılar gecə namazlarını daha çox artırmaq, sünnətləri, zikirləri, ibadətləri daha çox artırmaq üçün hazırlaşardılar. Hazırlaşardılar, nə edərlər? Etdiyi günahlardan, yəni bu günə kimi etdiyi günahlara görə tövbə edərlər. Allahdan bağışlanma diləyib, özləri üçün təzə bir səhifə açardılar həyatlarında. Ona görə də dua edərlər. Allahumma bəlliğni Ramadan. Ya Rabbi, bizləri sağ-salamatla Ramazana çatdır. Və mən də dua edirəm. Dua edirəm ki, Allah Subhanahu wa Ta'ala bizləri sağ-salamatçılıqla bu mübarək Ramazan ayına çatdırsın. Və bu Ramazan ayında Allah Subhanahu wa Ta'ala etdiyimiz ibadətlərimizi, tutduğumuz oruclarımızı, qıldığımız namazlarımızı Rəbbimiz qəbul buyursun. Və bizləri bu mübarək Ramazan ayından bağışlanılmış və rəhm olunmuş və oddan qurtulmuş halda çıxan qullarından etsin. Və hər bir müsəlman üçün bu ay sevindirici bir ay olmalıdır. Vallahi ki, müsəlman sevinməlidir. Və Allah Subhanahu Taala'dan istəməlidir ki, Allah Taala sağ-salamatlıqla bu aya çatdırsın. Və Allah Subhanahu Taala əgər səni bu aya müəssər etdiysə, bilginən ki, Allah Subhanahu Taala bu ayı sevib, seçib və Allah Taala bu ayı ucaldır. Və bu ayda edilən bütün ibadətlərin savabı da digər aylarda edilən ibadətlərdən yüksəkdir. Bu ayda oxunan Quran, əgər digər günlərdə oxunan Quranın hər bir hərfinə görə 10 savab varsa, bu ayda 100 savabdır onlar. Necə ki, Şeyx Albani Rahimahullahın səhiyləşdirdiyi hədisdə gəlir. Qədir gecələrində isə bu 100-dən də çox savaba qalxır. 100-dən də çox savaba qaldırır Allah Subhanahu Taala Quran oxumağı. İndi baxın, görün digər ibadətlər. Müsəlman üçün sevindirici haldır ki, çünki bilir ki, müsəlman Allah Rasulü s.ə.v buyurub ki, cəhənnəmin qapıları bağlanar. Şeytanlar zəncirlənər və Allah Subhanahu wa Ta'ala'nın Ramazanda hər gün iftar vaxtı cəhənnəmdən azad etdiyi insanlar vardır. Allahu Ekber. Necə ki, Əbu Hureyra radiyallahu anh'dan gələn hədisdə Allah Rasulü s.ə.v buyurur ki, Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin ən şərliləri deyir, zəncirlənərdir. Və cəhənnəmin qapılarıdır bağlanaraq, elə bir qapısıdır qalmaz ki, bağlı olmasındır. Bütün qapılardır bağlanardır. Sonra Allah Rasulü s.ə.v buyurur ki, cənnətin qapıları açılar və heç bir qapısı da bağlı qalmaz. Bütün qapıları açılır cənnətindir. Allahu Ekber. Sonra deyir ki, bir carçı deyir, səsləyərək belə deyər.
Ey xeyir istəyən çalış, ey şər istəyən dayan. Və sonra Allah Resulü s.ə.v buyurur ki, Allahın oddan azad etdiyi kimsələr vardır ki, bu da hər gecə belədir. Hər gecədir belədir. Başqa rəvayətdə gəlib ki, Allah Resulü s.ə.v buyurur ki, həqiqətən də hər iftar vaxtı Allah subhanahu wa ta'alənin tərəfindən azad edilənlər vardır. Və bu da hər gecədir baş verirdir. Hədisi İbn Məcə rəvayət etmiş və Şeyx Albani rahimehullah səhih həsən olduğunu nədir? Söyləmişdir. Allahu akbar. Ona görə dəyərli müsəlmanlar, sələflər bu ay üçün 6 ay öncədən Allaha dua edərdilər. Əbəs yerə 6 ay öncədən dua etməzlər. İstəməzlər ki, 6 ay qabağından Allah Taala çatdırsın. Bizdən çox təəssüf ki, elələri vardır ki, hələ indi yadımıza düşüb ki, Ramazan gəlir. Elələri də olacaq ki, birinci günü Ramazan yaddan düşəcək ki, bəli, sabahda nədir? Orucluqdur. Amma sələflər hazırlaşardılar. Allah Subhanahu taala bizləri islah etsin. Vallahi. Həqiqətən də halımız acınacaqlıdır. Və Allah Resulü s.ə.v hədisində buyurur ki, kim Ramazan ayını imanla və mükafatını yalnız Allahdan umaraq oruç tutarsa, Allah Taala'dır onun keçmiş günahlarını əfv edər. Allah Taala onun keçmiş günahlarını bağışlayardır. Yalnız və yalnız, əziz müsəlmanlar, yalnız və yalnız imanla və savabını Allah Subhanahu Taala'da umaraq tutanın Allah Taala keçmiş günahlarını bağışlayacaq. Allah Taala əfv edəcək onun günahlarını. Camaat tutur deyənə, mənə də nə deyərlər, qoy mən də oruç tutum. Və yaxud da Ramazan girəndə heç dünya aləm vecinə olmayandır insanlar, müsəlmanlar olacaqdır. Allahu Ekber. O müsəlmanlar ki, Ramazan ilə digər aylar arasında onunsa heç bir fərq yoxdur. Digər aylar və yaxud da Ramazan eynidir. Adi eyni qaydada necə günlərini keçirdir, günahlarla, haramlarla, sigaret və s. Ramazan ayında onun üzrünə keçirdir. Və elə müsəlmanlar da vardır ki, bu ayı günbəgün sayırlar ki, tez çıxsın geçsin. Allahu Akbar. Allah korusun. Allah korusun, vallahi. Lakin Peyğəmbərimiz Muhammed s.ə.v nə buyurur? Allah Resulü s.ə.v buyurur ki, kimdir Allah yolunda bir gün oruç tutarsa, Allah Taala'dır onun üzünü cəhənnəm odundan 70 illik bir məsafədə uzaqlaşdırar. 70 illik bir məsafədə uzaqlaşdırar bir gün oruca görə. Sən təsəvvür et ki, sən bu ay 30 gün dalbada oruç tutacaqsan. Allahu Akbar. Başqa rəvayətdə gəlib ki, Allah Subhanahu wa Taala Allah yolunda bir gün oruç tutanı göy ilə yer arası qədər məsafə qədərdir cəhənnəm odundan nə edə? Uzaqlaşdırardır o insan. Ona görə də Ramazan dəyərləndirmək, Ramazanı qiymətləndirmək və Ramazan üçün hazırlaşmaq. Lakin müsəlman bir şeyi yaddan çıxarmamalıdır ki, çox vaxt görürsən ki, hər birimiz içimən qaşıq olmaqla planlar dızırıq. Ramazandan öncə. Ramazan gəlsin, Quran oxuyacam. Səhərdən axşama kimi. Gecələri yatmayacam, ancaq ibadətlə keçirdirəm. Zikirləri, duaları çoxalacam. Sünnətləri, nafilələri artıracağam. Amma Ramazan gəlir, elə necə də gəlir, elə də gedir. Lakin biz elə yenə həminki insanıq, heç dəyişilməmişik. Və ibadətlərimizi də artırmamışıq. Allahu Ekber. Səbəb nədir, qardaşlar? Alimlər deyirlər ki, əgər sən Ramazandan öncə bir il bu ibadətləri yerinə yetirməmisənsə, necə sən Ramazanda onları yerinə yetirəcəksən? Çünki Allah Taala səni müyəssər etmir. Bu günləri adi bir misal olaraq çəkim, əziz müsəlmanlar, azan verilir məsciddə. Müsəlmanlar bir-biri ilə söhbət edirlər. Dünyavi söhbət gedir. Azanın sözlərini təkrarlamaq əvəzinə sən nə edirsən? Dünyavi söhbət edirsən. Bir dəfə olur, 2 dəfə olur, 3 dəfə olur və Allah Subhanahu wa Taala onu daha səni müyəssər etmir, alır səndən onu. Və sonradan vallahi ki, o şeyi qaytarmaq da çox çətin olur. Hər gün sünnətləri yerinə yetirən, 5 fərz namazında olan sünnətləri yerinə yetirən, gecə namazlarını qılan, sonra uzun bir müddət tərk edən onu, sonra o şeylərə qayıtmaq da insan üçün çox ağır olur. Öz nəfsinə belə ağır olur. Bax, Ramazan da bax belədir, əziz müsəlmanlar. Ona görə də sən əgər illər boyuca, illərlədir. Səbəb çünki biz Ramazanda elə bir şeyləri etmək istəyirik ki, bir il müddətində biz bu işləri etməmişikdir. Bunlar əvvəldir gecə namazlarına durmamışıq, Quran oxumamışıq və yaxud oxumuşuqsa çox az. Zikirləri, sünnətləri çox az etmişiksə, necə ola bilər ki, sən Ramazanda bunları hamısı artırasan? Allahu Akbar. Çox çətin, çox çətinliklə olur bu şey. Ona görə də müsəlman əvvəlcədən nə etməlidir? İbadətləri, öz nəfsini o şeylərə nə etməli? İbadətlərə örgəşdirməlidir. Öz nəfsini o ibadətlərə örgəşdirməlidir ki, Ramazanda da bunları etmək sənə ağır gəlməsin.
Yenə də Allah subhanahu wa ta'ala'nın rəhm etdiyi kimsələrdən başqa. Bir günlər Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem minbərdə ikən Cəbrail aleyhissalam gəlir və Peyğəmbər sallallahu aleyhi ve sellem təkrarlayır. Amin, amin və amin. Və sahabələr soruşurlar ki, ya Resulullah, niyə görə sən deyir amin dedin 3 dəfə deyir. Deyir ki, Cəbrail aleyhissalam gəldi mənim yanıma və mənə dedi. Ramazan ayına daxil olub. Ramazan ayına yetişib, lakin Ramazandan bağışlanılmamış halda çıxan bir qulun burnu deyir yerlə sürtünsün deyir. Mənə dedi ki, amin və mən də dedim ki, amindir. Allahu akbar. O qul ki, Ramazandan bağışlanılmamış halda çıxacaqsa, onun üçün Peyğəmbər sallallahu bu cür nədir? Bədduası vardır. Ona görə də dəyərli müsəlmanlar, Allah Resulü sallallahu aleyhi ve sellemin buyurduğu kimi imanla və savabını Allahdan umaraq bu ayı keçirən bir kimsənin Allah Teala keçmiş günahlarını əfv edəcək. Və yalnız niyyəti doğru düzgün şəkildə olan bir kimsənin Allah Teala keçmiş günahlarını əfv edəcək, günahlarını bağışlayacaq. Ola bilər ki, insan olacaq ki, oruç tutub Ramazanda, lakin qiyamət günü gəldikdə görəcək ki, heç bir savab yoxdur. Əksinə ona qalan yalnız və yalnız aclıqdan başqa bir şey olmayacaq. Yalnız və yalnız o bir ay aclıqla keçirdiyindən başqa bir şey qalmayacaq. Ona görə də imanla o savabı Allahdan umaraq tutan bir kimsənin Allah Teala keçmiş günahlarını əfv edəcək. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm qüdsə hədisdə rivayet edir ki, Allah Teala buyurur ki, oruc mənim üçündür, onun mükafatını şəxsən Allah Subhanahu taala nə deyir? Allah Teala buyurur ki, mən verəcəm onu. Yəni Allah Teala özü verəcək onun mükafatını. Ona görə də müsəlman bir kimsə daima ağlında bilməlidir ki, orucun mükafatını ona verən Allah Subhanahu taala. Sözsüz ki, digər ibadətlərin də mükafatını Allah Teala bəxş edir insana. Lakin Allah Subhanahu taala orucu xüsusiləşdirib. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi nədir? Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, mənimdir qulum, mənə görədir. Yeməkdən, içməkdən, həmçinin də şəhvətdən nədir? İmtina etmişdir bu bir ay boyunca. Və ona görə də Allah Subhanahu taala buyurur ki, onun mükafatını mən verəcəm. Və Rasulullah sallallahu əleyhi və səlləm nə buyurur? Deyir ki, Muhammedin canı əlində olan Allaha and olsun ki, oruç tutan adamın ağzından gələn o qoxu Allah qatında müşk qoxusundan daha gözəldir. Oruç tutan adama iki dənə sevinç anı vardır. Bir iftar vaxtı, həqiqətən də hər bir kəs orucluğun ilk günlərində iftarı necə gözləyirsən? İftarı necə gözləyirsən? Həsrətində olsan ki, azan verilsin, dərhal ya xurma ilə ya da su ilə iftarı orucu açasan. Və həmçinin də bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir. Allah Teala onun mükafatını verdiyinə görə. Ona görə də cənnətin qapılarından biri də Rəyyan adlanan bir qapıdır. O Rəyyan adlanan qapı yalnız və yalnız Allah yolunda oruç tutan insanlar üçündür. Ramazana aid deyil təkcə. Həmçinin də 1-ci və 4-cü gün orucları. Hər ayın 13-ü, 14-ü, 15-i və yaxud da bu Şaban ayında Ramazandan sonra ən çox oruç tutan aydır Peyğəmbər sallallahu əleyhi və səlləm. Ramazandan sonra gələn Şəvval ayın 6 gün orucunu tutan, hansı ki savabı, mükafatı bir il oruç tutanın savabına bərabərdir. Bax, bu kimsələr üçün Allah Subhanahu taala cənnətin qapılarından birini Rəyyan adlandırmışdır. Allah Teala dua edirəm ki, Rəbbimiz bizləri o qapıdan içəri daxil olan qullarından etsin. Amin ya Rabbil Alemin. Ona görə də dəyərli müsəlmanlar, oruc həqiqətən də qalxandır. Necə ki, Allah Resulü sallallahu əleyhi və səlləm buyurur, Osman radiyallahu anhudan gələn hədisdə. Oruc qalxandır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz döyüşə getdiyi zaman döyüşdə zərbələrdən, düşməndən qorunmaq üçün qalxanı olduğu kimi, oruc da onu cəhənnəm odundan qoruyan bir qalxandır. Oruc onu cəhənnəm odundan qoruyan bir qalxandır. Əziz müsəlman, əziz bacım, əziz qardaşım, bu mübarək Ramazan ayı gəlir. Bu fürsəti qaçırma heç vaxt. Çalış ki, əvvəlindən sonuna kimi bu ayı gözəl bir şəkildə istifadə edirsən. Gözəl bir şəkildə istifadə edib öz sandıqçalı savablarla doldurasan. Və qiyamət günü də Rəbbinin qarşına çıxdığı zaman üzü ağaranlardan və tərəzisi ağır gələnlərdən olasan. Allah Subhanahu taalaya dua edirəm ki, Rəbbimiz bu mübarək Ramazan ayına bizləri sağ-salamatçılığa çatdırsın. Və bu Ramazan ayında tutduğumuz oruclarımızı, etdiyimiz ibadətlərimizi qəbul buyursun. Və bu Ramazan ayını orucları tutmaq üçün Allah Teala bizim üçün asanlaşdırsın. Və Rəbbimiz bizləri bu aydan bağışlanmış və cəhənnəm odundan qurtulmuş qullarına etsin. Subhanəkə Allahumma və bihamdik
Əşhədu ən la ilahe illə əntə estəğfiruka və ətubu ileyk.